İran-İsrail qarşıdurması bir daha göstərdi ki, Azərbaycan prezidenti zamanında necə müdrik bir qərar qəbul edib. Azərbaycan xalqı gördü ki, Azərbaycan prezidentinin atdığı addımlar, qərarları tamamilə doğrudur. Prezident İlham Əliyevin çox məşhur bir kəlamı var. Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Dövlətimizin başçısı ötən dövr ərzində sübut edib ki, doğrudan da nəyi, necə, nə vaxt etmək lazım olduğunu ən yaxşı elə İlham Əliyev özü bilir. Quru sərhədlər bağlı saxlanılmaqla Azərbaycan böyük təhdidlərdən və təhlükələrdən qorunub. Covid dövründə koronavirus pandemiyası zamanı Azərbaycanda da quru sərhədlər bağlandı. Pandemiya dövrü başa çatsa da bizim quru sərhədlərimiz açılmadı. Və bu çox ciddi narazılığa səbəb oldu. İnsanlar sosial şəbəkələrdə yazırdılar. Hətta bəzi millət vəkilləri, siyasətçilər bu barədə danışırdılar. Niyə bizim quru sərhədlərimiz bağlı qalmalıdır? Okyanın o tayında oturan, dünyanın müxtəlif ölkələrində oturub Azərbaycana qarşı böhtan, qarayaxma kampaniyası aparanlar da ağızları köpüklənə deyirdilər ki, bəs Azərbaycan iqtidarı öz maraqları naminə quru sərhədləri bağlı saxlayıb. Güya ki, iqtisadi maraqlar var burada. Amma zaman göstərdi ki, dünənki hadisələr bir daha göstərdi ki, Azərbaycanın təhlükəsizliyi naminə bizim quru sərhədlərimiz bağlı olub. Bunu Azərbaycan prezidenti də öz çıxışlarında dəfələrlə bildirib. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladı. Əgər o zaman da bizim quru sərhədlərimiz açıq olsaydı, biz böyük təhlükə ilə üzləşə bilərdik. Yüz minlərlə insan quru sərhədlərdən keçib Azərbaycana gələ bilərdi. Və Rusiyadan Azərbaycana gələn insanların hansı məhzəbə qulluq etdiyi, nə olduğu bizə məlum deyildi. Onların içində terrorçular da ola bilərdi və Azərbaycan üçün ciddi təhdidə, təhlükəyə çevrilə bilərdi. Quru sərhədlərin bağlı olması bizi bu təhlükələrdən qorudu. İsrailin İrana hücumu bir daha göstərdi ki, Azərbaycan quru sərhədlərini bağlı saxlamaqla çox müdrik bir qərar qəbul edib. Hələ ötən ilin sentyabr ayında Milli Məclisə çıxış zamanı Azərbaycan prezidenti bu barədə danışmışdı. Mən xahiş edirəm rejissorumuz həmin çıxışı hazır eləsin. Birazdan onu efirə təqdim edəcəyik. Dövlətimizin başçısı o çıxışında quru sərhədlərin nə üçün bağlı saxlanıldığını bildirmişdi. Çox eyhamla, üstü örtülü şəkildə Azərbaycan xalqına izah etməyə çalışmışdı ki, quru sərhədlərin bağlı saxlanması sənin üçündür. Bu xalqın təhlükəsizliyi üçündür. Gəlin, hörmətli tamaşaçılar, cənab prezidentin həmin dövrdəki çıxışına baxaq, quru sərhədlərlə bağlı hissəyə baxaq, sonra söhbətimizə davam edək. Sərhədlərin mühafizəsi isə həm vizual, həm infrastruktur, həm texnoloji vasitələrlə təşkil edilir və edilməlidir. Ancaq biz hamımız bilməliyik ki, bu çox böyük, geniş miqyaslı bir işdir. Digər qonşularımızla da sərhədlərimizin möhkəmləndirilməsi vacib şərtlərdən biridir və əminəm ki, Azərbaycan vətəndaşları da bu məsələyə anlayışla yanaşırlar. Bizim quru sərhədlərimiz hələ də bağlıdır, yəni vətəndaşların gəliş-gedişləri üçün. Başa düşürük ki, bu müəyyən çətinliklər yaradır. Ancaq bugünkü geosiyasi vəziyyətdə ki, hamının gözü qarşısındadır, daxili təhlükəsizliyi təmin etmək üçün bu yeganə düzgün addımdır. Daxili təhlükəsizliyi ilə bağlı bütün lazımi tədbirlər görülür. Təhdidlər də var, real və potensial. O təhdidlərin aradan qaldırılması üçün müvafiq qurumlar fəal işləyirlər. Lazım olan həcmdə
ictimaiyyət də bu məsələ ilə tanış olur, məlumatlar verilir. Ancaq bu sahə çox həssas olduğu üçün hesab edirəm ki, Azərbaycan vətəndaşları başa düşürlər ki, çox şey bu barədə danışmaq yersiz olar və zərərli olar. Ancaq mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hörmətli tamaşaçılar, Azərbaycan prezidenti həm uzaq görən siyasətçi, həm də Azərbaycanda ən məlumatlı şəxsdir. Prezident İlham Əliyev bundan 10 il sonranı görmək qabiliyyətinə malikdir. Azərbaycan prezidenti bilir ki, 5 il sonra, 10 il sonra regionda hansı hadisələr baş verəcək. Həm məlumatı var, həm də dərin təhlili var, uzaq görən siyasətçidir, müdrik siyasətçidir. Ona görə də dünyada hansı hadisələrin cəryan edəcəyi ilə bağlı məlumatlıdır. Buna da uyğun qərarlar qəbul edir. Və bu hadisələr bir daha göstərdi ki, Azərbaycan prezidenti nə qədər müdrik qərarlar qəbul edib. Təsəvvürünüzə gətirin, indi quru sərhədlər açıq olsaydı nə baş verərdi? Hələ biz proseslərin necə davam edəcəyi ilə bağlı məlumatsızıq. Biz bilmirik, İsrail-İran qarşı durması, bu gərginliyi hansı həddə gəlib çatacaq? Geniş miqyaslı bir müharibə olacaqmı? Ki, gözlənilir ki, geniş miqyaslı müharibə də olsun. Əgər geniş miqyaslı müharibə olarsa, o zaman İran əhalisi, İran xalqı ciddi təşviş və qorxu içində olacaq və İranı tərk etmək barədə düşünəcək. O zaman siz təsəvvürünüzə gətirə bilməzsiniz ki, əziz tamaşaçılar, nələr baş verə bilər. İran çox millətli ölkədir. Orada olanlar hamısı İran vətəndaşlarıdır, amma müxtəlif xalqların nümayəndələridir. Orada ermənilər də var. Orada bizə düşmən olan başqa xalqlar da var. Bizi istəməyən və Azərbaycanda hansısa təhlükəli bir vəziyyət yaratmağa maraqlı olan beynəlxalq güclərin dəstəklədiyi qruplar da var. O qruplar Azərbaycana gələrsə, burada kütləvi şəkildə, təbii ki, onlar 1-1, 300, 5-5 Azərbaycana gələndə, sərhəddən keçib turist kimi gələndə biz onları nəzarətdə saxlamaq imkanına malik, amma kütləvi şəkildə Azərbaycana gələrsə, bizim onların kimliyini, keçmişini araşdırmaq imkanlarımız məhduddur. Niyə? Çünki vaxt dardır. Və onlar bizim ölkəmiz üçün hansı problemlər yarada bilərlər? Görürsünüzmü? Azərbaycan prezidenti quru sərhədləri bağlı saxlamaqla necə müdrik, doğru qərar verib. Ölkəmizin təhlükəsizliyi ilə bağlı, milli məsələlərlə bağlı prezident İlham Əliyev 1 santim belə geri çəkilmir. Azərbaycan xalqı buna əmin olmalıdır. Xalq bilməlidir ki, prezident İlham Əliyev milli siyasət yürüdür, xalqın milli maraqlarına söykənən siyasət yürüdür, milli maraqlarımıza zid heç bir addım atmır. Və biz bir daha buna əmin olduq ki, Azərbaycan prezidenti nəyi, nə vaxt, necə etmək lazım olduğunu hamıdan yaxşı bilir. Və xalq olaraq biz prezidentimizin qərarlarına hörmətlə yanaşmalı, biz prezidentimizin qərarlarının arxasında dayanmalıyıq. Və biz bilməliyik ki, əgər prezident İlham Əliyev bir qərar qəbul edibsə, bu Azərbaycanın xeyrinədir. Azərbaycan xalqının gələcəyi naminədir. Onun təhlükəsizliyi naminədir. Bu mənim subyektiv fikrimdir. Mən öz subyektiv fikrimi belə ifadə etmək istəyirəm ki, prezident İlham Əliyevin Azərbaycanın təhlükəsizliyi ilə bağlı qərarları müzakirə mövzusu deyil. Nə müxalifət, nə müstəqil siyasətçilər, nə xalqın ayrı-ayrı nümayəndələri prezidentin təhlükəsizliyimizlə bağlı, ölkəmizin gələcəyi ilə bağlı qərarlarını müzakirə etməməli, qeyd şərtsiz o qərarların arxasında dayanmalı, ölkə başçısına inanmalıdır. Biz prezidentə inanaraq bu uğurlarımızdan nail olmuşuq. Biz prezident İlham Əliyevə inanaraq, onun ətrafında sıx birləşərək
işğal altındakı torpaqlarımızı işğaldan azad elədik. Ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Bundan sonra da prezidentimizə inanaraq Azərbaycanımızı daha da möhkəmləndirməli, onun qəbul etdiyi qərarların arxasında dayanmalı və prezidentin göstərdiyi yolla getməliyik. Sözümün canı odur ki, İsrailin İrana hücumu bir daha onu göstərdi ki, nəyi, necə, nə vaxt etmək lazım olduğunu ən yaxşı prezident İlham Əliyev bilir.